ilk sözümüzü elə qazimizə verim. Vasif, Allah vericə verim. Şəhid anası, şəhid atası danışarlar. Siz canlı şahidsiniz ona görə mən. Canlı şahidsiniz ona görə sizə sözü verirəm. Birinci olmalısınız. Vasif Allah verdir. Çünki onlar anadılar, atadılar, onlar amma siz canlı şahidsiniz ona görə deyirəm. Bu barədə danışın. O qanlı səhnəni gözlərinizlə Çox sağ olun, görmüsünüz. təşəkkür edirəm. Burada gələnlərin hər birisini salamlayıram. Allah köməyiniz olsun. Nizami dayımı da tanıyıram. O qəhrəmanımızın atasıdır. Maysa xanım da qəhrəmanımızın anasıdır. Bu günləri biz neynəmişik ki, biz öz vəzifə borcumuzu yerinə yetirmişik. Biz heç nə, biz qazilər öz üzərimizə düşən yerinə yetirmişik. Amma ən üstəlik torpaqlarımız biz bilirdik ki, bu günləri heç nə ilə geri qayıtmaq deyildi. O torpaqları azad edən şəhidlərimizin qanı və canı olub. Bu günləri onların qanı bahasına biz o torpaqlarımıza azad etmişik və o müstəqilliyi əldə etmişik. Ən çox məsuliyyət, ən çox güc, ən çox qalibiyyət şəhid ailələrinin üstünə düşüb. Bu günləri onların ruh yüksəkliyinin nəticəsindədir ki, onlar elə bir evladlar dünyaya gətirib ki, onların demək olar ki, indi deyirlər ki, Azərbaycanda 3000 şəhid var, amma yox, Azərbaycanda 15000 şəhid var. Onların atası, anası da şəhid sayılır. Onlar da həmin gündən bəri, evladları şəhid olandan bəri onlar da şəhid kimidir və şəhidlik zirvəsinə yüksəldir. Çünki onlar, analar, atalar öz evladlarını qəhrəmancasına böyüdüblər. Azərbaycan Respublikası Silahlı Qüvvələr sırasına yola salıblar. Hər valideynin işi deyir ki, oğlunu bilərəkdən Azərbaycan müdafiə zolaqlarına, düşmənlə ön xəttə olan postlara və döyüş gedən yerə göndərər. Bunu hər adam eləmir. Biz müstəqil dövlətik. Bizi heç kəs məcbur aparmayıb ki, döyüşə biz bu günləri əynimizə formanı kimsə məcbur geyindirməyib ki, amma ürəyində, qanında, fikrində vətən olanlar, vətənlə ürəyə döyünənlər bu günləri orduya gediblər. Onlar da şəhidlərimiz orduya gedəndə onların atası deyib ki, valideynlər deyib ki, gedin, yaxşı yol. Amma onlar heç vaxtı yoluna çəkindirmir. Valideynlər yoluna çəkindirə bilərdi ki, xidmət eləmə. Amma xidmət ediblər. Valideynlərin öz dəstəyi ilə, xeyir duası ilə dua gediblər. Elə dəfələrlə Nizami dayının evladı fəal tədbirlərdə, paradlarda, nümunəli bir tədbirlərdə dəfələrlə öz vəzifə borcunu layiqincə yerinə yetirib yaxşı döyüşçülərdən, Azərbaycan qəhrəmanlarından biri olub. Bütün şəhidlərimiz Azərbaycanın, birdən deyirlər, Azərbaycanın birinci qəhrəmanı şəhidlər xiyabanında yatan şəhidlərimizdir. Biri var ədəbiyyatı qəhrəman, biri var tarixi qəhrəman, biri var ki, vətən üçün qəhrəman. Bu günləri, bax, birinci qəhrəmanlar şəhidlər xiyabanında bu günləri görə olan qardaşlarımızı, ən birinci Azərbaycanın qəhrəmanı onlardır. Onların bu günləri qarşısında hamımız baş əyməliyik. Onlar daima ürəyimizdə yaşadıb, qəlbimizə daşımalıyıq ki, bizim müstəqilliyimiz, bizim bu günləri varlığımız onların şəhidliyi əsasında olub. Mən bu günləri döyüşmüşəm, gözlərimi heç də pis olmuram. Niyə pis olmalıyam ki, bu günləri gözüm görərdi, amma o torpağa qıraqdan baxardım. Mən qanımı da, canımı da, bugünkü sağlamlığımı da, bu günləri burada olmağımı da, hər birisini şəhidlərə borcluyam. Məni yaralı döyüş meydanından çıxardan hərbi qulluqçu özü noyabr ayında şəhid oldu. Mən yaralandan məni çıxartdı, bir neçə gündən də sonra özü noyabrın 10 günü şəhidlik zirvəsinə yüksəldi. Deməli, o deyirlər ki, mən qanımı, canımı şəhidlərə borcluyam, düzdür. Nəinki orada xidmət edənlər. Bu günlər o şəhidlərimiz orada olmasa dinci halda qırılardı. Onun hamı, bütün xalq, bütün millət, bütün Azərbaycanda yaşayan hər bir kəs Azərbaycan konstitusiyasını, Azərbaycan qanunlarını, Azərbaycan qanunu pozmadan hər bir kəs o qanuna riayət eləməlidir, onu qoruyub saxlamalıdır. Ordumuzun
o Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmət edən hər bir hərbi qulluqçuya hörmətlə yanaşmalıdır, hörmətlə saxlamalıdır. Çünki onlar əlinə geyindiyi hər bir forma şəhid formasıdır. Onlar şəhidlərimiz də həmin formada şəhid olub. Biz bir olaraq, millət olaraq hər birimiz şəhidlərimizi uca tutmalıyıq, şəhid ailələrini uca tutmalıyıq, daimi yanlarında olmalıyıq. Onların hər bir çağırışına biz qaçaraq baş üstə deyib getməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirəm. Sizlə bir şey bərabər. Sağ ol. Sağ ol.